Müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən sizlər üçün bullying mövzusuna aid olan testlərin izahını təqdim edəcəm. Gəlin elə birinci sualımızdan baxaq testlərimizə. Asan testlərdir bunlar. Test nümunələri asandır hər biri. İnanıram ki, burada çox da əziyyət çəkməmisiniz. Birinci sualımızda deyilir, uyğunluğu müəyyən edin. Yəni, doğru əlaqələndirici sadəcə variantlarla suallar. Bullying şifahi və yazılı formada şəxsi təhqir edir və alçaldırsa, buna verbal bullying deyirik. 3-ə A yazacağıq. 3A. Verbal olanda həm şifahi, həm də yazılı ola bilər. Məktuba da yazıb ata bilər. Bullying edən şəxs xoşu gəlməyən insanı davamlı incitməkdən zövq alır. Bullying edən şəxs xoşu gəlməyən insanı davamlı incitməkdən. Əlbəttə, zövq alırsa məqsədlidir. 1-ə B yazacağıq. Sosial mediada kiminsə haqqında yalanlar yaymaq və utancverici şəkillərini yerləşdirmək kiberbullyingdir sosial media üzərindən. Bullying prosesində yalnız əyləncə kimi baxırsa, bu da düşünülməmiş bir bullyingdir. Deməli, biz necə yazacağıq? 1-ə B, 2-yə D. Haradadır bu? 1-ə B, 2-yə D. 2 yerdə var. 3-ə A, 4-ə isə C. 3-ə A, 4-ə C. Cavab Y bəndi oldu. Bu şəkildə uyğunlaşdırmanı həyata keçirtdik. 2 və 3-cü suallarımız. Məktəbdə bir qrup şagird mütəmadi olaraq pəncərələrin şüşəsini daşla sındırır. Məktəbə və ya kiminsə şəxsi əmlakına vurulan zərər də fiziki bullying hesab olunacaq. Fiziki bullying ya kiminsə vurmaq, tələmək, yıxmaqdır təmasla, ya da ki, məktəbin əmlakına, insanların şəxsi əmlakına vurulan zərərdir. Bullying hallarının yaşanmaması üçün verilənlərdən hansından istifadə məqsədə uyğun deyil. Baxın, burada var biri bullyingin qarşısını alma yolları, bir də var bullyingin müəyyən olunma yolları. Mənəvi dəyər aşılasaq, yaşanmaması ola bilər, yəni qarşısını ala bilərik. Valideynlərlə sıx əlaqə qarşısını ala bilər. Emosional intellekt qarşısını ala bilər. Valideynləri bullyinglə bağlı məlumatlandırmaq da ala bilər. Amma bullyingə məruz qalan şəxsin dostu ilə danışmaq, bullying halının yaşanmaması üçün verilənlərdən hansı doğru deyil. Bullyingə məruz qalan şəxsin dostu ilə danışmaq nə kimi yəni bullyingin qarşısını ala bilər ki? Ona görə də bu variantların hər biri uyğundur, 2 variantı isə uyğun deyil. 4-də deyir, yuxarı sinif şagirdi olan Samir, sinif yoldaşı Xəqaninin köməyi ilə, kiminsə köməyi ilə edirsə, deməli burada vasitəli bullying var. Elə B olacaq yəqin ki. Tez-tez aşağı sinif şagirdlərini tənəffüs zamanı məktəb yeməkxanasına göndərir. Bəli, kiminsə əli ilə edirsə, 3-cü şəxs varsa, ona biz vasitəli bullying deyirik. Növbəti sualımız 5 nömrəli cədvəl sualıdır. Burada deyilir, uyğunluğu deyir, müəyyənləşdirin. Akademik göstəricisi yüksək olan şagird eynəkdən istifadə etdiyi üçün ona dostları 4 göz ləqəbi qoyublar. Buna verbal bullying deyiləcək. Bəli, bir doğrudur. Biri götürək. Fərid hər dərs Salihin parta yoldaşının köməyi ilə Salihin ləvazimatını başqasının əli ilə olan deməli olacaq hansı bullying, vasitəli bullying və kiminsə əşyasını gizlədirsə bu da olacaq fiziki bullying. Amma burada sosial yazıblar. Kiminsə tərcid eləmirlər ki, burada yox. 2 səhvdir. Yanlışın hatta yanlış. Sinifdə maddi vəziyyəti yaxşı olan bir qrup uşaq ehtiyac içində olan şəhərə gülürdülər. Gülürlərsə qeyri-verbal ola bilər, verbal yox. Həm də sosial bullying də ola bilərdi. Amma verbal olmadığına görə cavab 3-dür. 1 və 3 olacaq bizim doğru variantımız. C variantı. 4 isə doğru fikirdir. Deyir, Nazilə ülkəni təqlid edərək, onu yamsılayaraq, təhdid xarakterli mesajlar göndərirsə, mesaj göndərir. Deməli, burada artıq kiberbullying var. Sosial media üzərindən olan. Bu da doğru fikirdir deyə götürmürük. 6 və 7-yə baxaq. Səbuhi ev tapşırıqlarını ona köçürməyə vermədiyi üçün Natiq açıq çıxmaq fikrinə gəldi. Natiq açıq çıxmaq fikrinə gəldisə, o deməli məqsədli bullying edəcək. Bu andan etibarən Natiqin dostu, əgər Natiq özü yox, dostu hər dəfə dəhlizdə Səbuhini itələyirsə, bu olacaq vasitəli bullying, başqasının əli ilə. Və Səbuhə nə edirlər? Çobut sözlərlə onu incidirlərsə, bu da verbal bullying olacaq. Yəni 2, 7 və 9 olacaq. Doğru cavabımız C. Sadiq təbiətcə utancaq və sakit şagirddir.
Kitab oxumağı yoldaşlarla ünsiyyətdən üstün tuturdu. Təkliyi sevir, yəqin biraz introvertdi. Buna görə də onun dostu Azidi Tofiq hər fürsətdə kitab güvəsi yazılmış kağızı onun çantasına qoyursa, şifaivəyə yazılı olan bullying verbal bullying adlanacaq. Buna görə də cavab C variantı. Verbal. Əgər kağızı onun aparıb üstünə nəsə yazıb da, deyir kitab güvəsi yazıb qoyursa çantasına, bu verbal bullying hesab edilir. 8-ci sualımız yaxşı oxunmur. Çalışacağım ki, oxuyun və cavabını heç olmasa deyim sizin üçün. Bir müəllim tənəffüs zamanı şagirdlərdən birini bəzi yoldaşları tərəfindən davamlı olaraq incidildiyini və ələ salındığını müşahidə edir. Deyir, yaranmış situasiyada müəllimin hansı addımı daha doğrudur? Əlbəttə ki, D variantı olacaq. Deyir, müəllim qısnama halının qarşısını almaq üçün həmin sinifdə bullyinglə bağlı tədbir keçirir. Yəni, yoldaşları o uşağa qarşı bullying eləməsinlər deyə onlarla tədbir keçirir ki, uşaqlara ən azından başa salsın ki, bullying yaxşı bir şey deyil, fəsadları nədir və s. Cavab D variantı. 9. Bullyingin növləri ilə bağlı uyğunluq. Aha. Nitqində qüsur olan şagirdin çantasına pəltək yazısı olan kağız qoyurlarsa, ona qarşı verbal bullying edirlər. 3-ə A yazacaq. Şagird yoldaşlarla arasında konflikt baş verdikdə reaksiyasını əşyaları sındırmaqla bildirir. Kiminsə əşyası sındırılırsa fiziki bullying yazacaq buna. Fizikidir. Şagird lövhədə yoldaşının karikaturasını çəkirsə qeyri-verbaldır. Kiminsə şəklinin karikaturasını çəkmək. C, B, A olacaq. Cavabımız elə A bəndi. 10 nömrəli sual və 11 nömrəli sual. Sinif yoldaşları mütəmadi olaraq şagirdin karikaturasını çəkirlərsə, karikatura qeyri-verbaldır. Sosial şəbəkədə paylaşırlarsa, bu da kiberbullyingdir. Nəticədə cavab oldu D variantı 2 və 4. Verilən nəzəriyyələrdən daha çox hansıların sinifdə tətbiqi bullying halının qarşısını alar? Əlbəttə, Kolbergin mənəvi inkişaf, demişdim, mənəviyyat inkişaf eləsə uşaqlar bullying eləməz. Bir də Karol Dweck'in düşüncə tərzi. Uşaq əgər açıq düşüncəli olarsa, başqalarına qarşı da humanist olar. Bir də əlavə bura yazacağıq Daniel Goleman'ın emosional intellekt nəzəriyyəsi. Çünki o da bullyingin qarşısını alma yollarından biridir. Burada ama verilməyibdir. Çoxnövlü intellekt, uşağın intellektini bilməklə bullying arasında bir əlaqə yoxdur. Zehni inkişaf yaş səviyyəsidir, onun bir əlaqəsi yoxdur. Operant şərtlənmə də ki, cəza mükafatdır, bunun da bir əlaqəsi yoxdur. Yaxşı və ya pis davranışda istifadə olunan bir texnikadır. Keçəcəyik sizinlə də ilə növbəti dərsimizdə. Uyğunluğu deyir, müəyyən edin. Aha, doğruda doğru, yanlışda yanlışı tapırıq. Buzqıran strategiyaların istifadə edilməsi şagirdlər arasında empatiyanın yaranmasına səbəb olur ki, bu da bullyingin qarşısını alır. Doğrudur. Emosional intellektin inkişaf etdirilməsi şagirdlərdə çətin şəraitlərdə baş verən hadisələri rasional qiymətləndirərək düzgün reaksiya verməyə kömək edir. Emosional intellekt nə qədər güclü inkişaf eləsə, uşaqlar da bir o qədər rasional, məntiqlə düşünməyə başlayacaqlar ki, burada da emosiyaları idarə etmiş olacaqlar, düzgün reaksiya verə biləcəklər. Buna görə 2 də doğrudur, cavabımız elə C bəndə olacaq. 3 ilə 4 də doğrudur, yanlış bir şey yoxdur. 3-də deyir, valideynlərlə əməkdaşlıq həm bullyingin müəyyənləşdirilməsində, həm də qarşısının alınmasında əsas strategiyadır, bəli, düzgün fikirdir. Bullyingin qarşısını almaq üçün psixoloq məsləhətinin alınması şagirdlərin individuallığına kömək edir, bu da doğrudur. Hamısı doğrudur deyə cavab doğrudakı doğrular 1 və 2. Bir düzgün olmayan bəndi seçin. Deyir ki, məqsədli bullying, bullinin qəsdən əzab vermək məqsədi ilə zorakılıq göstərməsidir, düzdür. İnsanın bilmədən bulliyə çevrilməsinə qeyri-fiziki bullying deyilir, yox. İnsanın bilmədən bulliyə çevrilməsi deyə bir şey öyrənməmişik biz orada. Ümumiyyətlə, yəni o belə deyək də istəmədən olan bir şeydir. Fiziki, qeyri-fiziki bullying nədir? Qeyri-fiziki bullying elə jestlərlə, mimikalarla, kimisə şəklini çəkməklə və s. olan bir bullying növüdür. Məqsədsiz olan bir bullying növü deyil. İnsanın bilmədən bullyingə çevrilməsi məqsədsizdir təbii ki. Ona görə B variantı, digərləri hamısı doğrudur. 14. Hansı situasiyada bullying hadisəsinin müəyyən edilməsinə xidmət etmir?
Baxın, hamısı bullyingin müəyyən olunma yollarıdır. Amma D variantı bullyingin qarşısının alınması yoludur. Bu mövzumuzda iki hissə var. Bir var bullyingin müəyyən olunması yolları, bir də var bullyingin qarşısının alınması yolları. Bullyingi müəyyən edərkən onun dostlarından yoldaşının qeyri-adi davranışlarının səbəbini soruşa bilərik. Uşağın emosional vəziyyətini aydınlaşdıra bilərik. Sonra valideynlərlə əlaqə saxlaya bilərik, digər müəllimlərlə əlaqə saxlaya bilərik və s. Amma emosional zəkanı, mənəvi dəyərləri formalaşdırmaq uşaqlarda bullyingin qarşısını alacaq ki, onlar bir-birinə qarşı belə bir pozuntu göstərməsinlər. Buna görə də cavabımız D bəndi burada. Aydındır? Bu iki hissəni qarışdırmayın. Bullyingin yaranma səbəbləri ilə, daha doğrusu bullyingin müəyyən olunma səbəbləri ilə yaranma səbəblərini qarışdırmayın. Qarşısının alınma səbəblərini bir də. Şagirdlər ən hündür sinif yoldaşlarının karikaturasını çəkir. Fürsət tapdıqca digər şagirdləri də onu incitməyə sövq edirlərsə, bu qeyri-verbal bullying deyil. Qeyri-verbaldır karikatura çəkmək, üzr istəyirəm, karikaturasını çəkir. Qeyri-verbaldır, bəli, düzdür. Doğrudur, doğru yazılıbsa, deməli bunu götürə bilərik. Bir, düzdür. 2. Ana övladının gülüş doğuran şəkillərini paylaşırsa, bu məqsədli yox, məqsədsizdir, səhvdir. Silirik. Ana nə məqsəd güdə bilər ki? Anadır da oğlunun şəklini paylaşıb, altından da yazıb ki, qəşəng oğlum, gözəl oğlum. Oğlunun da qulağı belə düşüb, gözü belə düşüb. Məqsədsizdir yəni. Dərs zamanı müəllim şagirdin səhvlərini digərlərinə nümunə olaraq göstərir. Tədris bullyingi, düzdür. Eyni zamanda sinif yoldaşları ona axmaq deyir. Verbal bullying, düzdür. Doğrudur, doğru da yazılıb. Cavab 1 və 3. A bəndi. 4-də nədir səhv olan? Müəllim şagirdlərdən birinin davranışına görə bütün sinifi cəzalandırır. Buna görə də sinif yoldaşları onu heç bir fəaliyyətə daxil etmirlər. Sosial bullyingdir, verbal yox. Verbal yoxdur, sosial var. Ona görə yanlışdır, doğru yazıblar, silirik. Cavab 1 və 3. 16 və 17. Sinifdə bullying halını müəyyən etmək üçün verilənlərdən hansından istifadə məqsədə uyğun deyil? Təhlükəsiz mühit yaratmaq uyğundur. Şagirdlərə esse yazdırmaq uyğundur. Mənəvi dəyər uyğun deyil. Anonim sorğu uyğundur, müəllimlərlə ünsiyyət uyğundur. Bayaqçı sualın eynisi. Bullying halını müəyyən etmək yolları bunlardır, amma C variantı. Bullyingin qarşısının alınma yoludur mənəvi dəyər. Yəni uşağa mən mənəvi dəyər aşılamaqla bullyingin qarşısını ala bilərəm. Bullyingi deməli müəyyən edə bilmərəm, nə də səbəbini bilmərəm. Ona görə C. 17-də hər dəfə fiziki tərbiyə dərsində basketbol oynamağı bacaran oğlanlar qruplaşaraq Tərlanı oyundan kənar tutub, ona heç top ötürmürlər. Ona qarşı sosial bullying həyata keçirlər, təkləyirlər. 18 nömrəli sualımızda biraz yanlışlıq var. Yanlışlıq nədədir, izah edəcəm. Deyir, uyğunluğu müəyyən edin. Doğruda doğru, yanlışda yanlışı seçirik. Şagirdlərin bullying haqqında məlumatlandırılması mümkün qədər bu halın yaşanmasından əvvəl baş tutmalıdır, doğrudur. Əvvəlcə məlumat versək, yəni daha yaxşı olar. Bullyingin qarşısının alınması üçün psixoloq məsləhətinin alınması şagirdlərin individuallığını nəzərə alaraq kömək etməsinə yardım edir, doğrudur. 1-2 olacaq cavab, amma bir məsələ var ki, 3 də doğrudur, 3-ü sildik, yanlışda doğru götürə bilməyəcək. Amma 4 əslində yanlışdır. Şagirdləri maarifləndirərkən ilk olaraq məktəbdə baş verən bullying hadisəsindən danışmaq daha məqsəd uyğundur. Əslində məqsədə uyğun deyil yazılacaq bura. Məqsədə uyğundur deyirsə, onda 4-ü də götürə bilərik. Yəni 1, 2, 4 olar cavabımız bu halda. Ona görə biz cavabı doğru çıxartmaq üçün bura məqsədə uyğunduru silib, məqsədə uyğun deyil yazacağıq ki, bu fikir elə nə olsun, doğru olsun ki, biz onu yanlış kimi yazmayaq. Bura variantı da 1, 2 götürək. Belə. 19. Aşağıdakı fikirlərdən biri yanlışdır. Deyir ki, verbal bullying, bullyingin ən geniş yayılmış forması hərəkətlərlə edilən bullyingdir. Axı, verbal qeyri-verbalın növüdür. Üzr istəyirəm, qeyri-fizikinin növüdür axı. Var fiziki bullying, bir də qeyri-fiziki bullying. Fiziki bullying təmasdır, fizikidir, toxunmaqdır, hərəkətdir. Amma verbalda hərəkət yoxdur.
Verbalda qeyri-fizikidir və sözlərlədir. Kimisə sözlə incitmək. Ona görə C bəndi burada yanlışdır. Verbal hərəkətlərlə olmur. 20. Ən çox yanlış tapılan suallardan biri də budur. Sinifdə bullying halını müəyyən etmək üçün tərtib olunan anonim sorğu vərəqəsinə verilənlərdən hansı sualları daxil etmək məqsədə uyğundur? Yox, bu sual deyil ən çox səhv olunan. Birazdan çıxacaq qarşımıza. Baş verən hadisədən valideynin xəbəri varmı deyə bir sual qoymağımız bullying müəyyən etmə yolu deyil. O sənə qarşı tez-tez kobudluq edirmi? Bu ola bilər. Əgər edirsə, deməli bu bullyingdir. Tez-tez təkrarlanır. Onun belə etməsinə səbəb ola biləcək nəsə etmisənmi? Yəni görə həqiqətənmi bullyingdir bu? Yoxsa elə sən özün mü eləmisən, etməmisənmi? Ona görə 2-3 olacaq cavabımız. Səncə sizin münasibət yaxşıya doğru dəyişə bilərmi? Artıq bullying var, bilirik. Ondan sonra uşağa belə bir sual verə bilərik də. Bullyingi müəyyən etmək üçün niyə belə sual verək ki? Ona görə cavab 2-3 olacaq burada. 21. Müəllimin öz övladı sinifdə oxuyur deyə həmin şagirdi heç vaxt öz aralarına almır. Onu qrupdan təzyiq edirdilər. Digərləri əgər onu qrupdan təzyiq edirsə, sosial bullyingə məruz qoyurlar həmin şagirdi. Demişdim də sizə, ən çox bu bullyingə məruz qalan uşaqlar həmçində müəllim övladları olur. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Aha, bullyingi deyir, yalnız məktəbdə deyil, istənilən yerdə müşahidə etmək olar. Düz deyir. Mən demişdim sizə ki, hər yerdə ola bilir. Bullying insana güclü psixi və ya fiziki travma verə biləcək qüvvəyə malikdir. Bəli, bullying insana güclü psixi və fiziki travma verə bilər. Gələcəyin cinayətkarına çevirə bilər, oğrusuna çevirə bilər, yalancısına çevirə bilər, satqınına çevirə bilər və s. Və yaxud da qisas almaq istəyən bir insanına çevirə bilər. Yenə də gəlib üstü cinayətə çıxa bilər. Yəni. Cavab elə 1-2 olacaq C-bənd. Çünki hamısı doğrudur. Məktəbdə baş verən bullying daha ciddi xarakteri daşıyır, doğrudur. Bullyingin baş vermə səbəbləri müxtəlif ola bilər, bu da doğrudur. 23-də deyir ki, ibtidai sinif şagirdi Toğrul sol əllə yazdığına görə demişdim ki, əgər uşağı solaxay olduğuna görə məzbul eləyirlərsə ki, sağla yaz, bu əlbəttə ki, nədir? Tədris bullyingidir, tədris. Və hətta müəllim bəzən sol əlindən istifadə etmək üçün sol əlini bağlayırdı. Fiziki bullying ona fiziki təsir göstərir. Müəllimin etdiyi solaxayı sağla yazmağı məzmun eləmək tədris bullyingi və onun əlini bağlaması fiziki bullying. Uyğunluğu seçək. Bullyingin deyir məqsədinə görə bullyingin növləri. Məqsədinə görə məqsədli, məqsədsiz. 1-ə C. Bullyingin göstərdiyi davranışa görə fiziki və qeyri-fiziki 2-yə B. Bullyingin birbaşa və ya dolayı yola vasitəli və vasitəsiz A. C, B, A olacaq cavabımız. C variantı. C, B, A. Bir şagird tez-tez yanında əyləşən sinif yoldaşının çantasını, kitablarını və s. əşyalarını gizlədir. Əgər kiminsə şəxsə mülakına zərər vurulursa, gizlədilirsə, buna deyəcəyik fiziki bullying. Və bu onun üçün əyləncə xarakteri daşıyırsa, bu da düşünülməmişdir. Yəni 3 A olacaq, B variantı. Düşünmədən edir əyləncə xarakteri və kiminsə şəxsə mülakına zərər vurulur. Bayaq dediyim, hər kəsin ən çox səhv etdiyi suallardan biri də 26-dır. Bir müəllim sinifdə bir şagirdin digərinə qarşı bir qədər verbal kobudluq göstərdiyi müşahidə edir. Bunun bullying halı olduğunu dəqiqləşdirmək üçün, baxın, birinin digərinə qarşı, buna gəlin diqqət yetirək, birinin digərinə qarşı, bir də deyir ki, bu halın bullying olduğunu müəyyənləşdirmək üçün müəllim nə etməlidir? İlk növbədə. İlk növbədə sözü də var burada. İlk növbədə. İkisinə diqqət yetirək. Şagirdin akademik nailiyyətinin bir təsiri yoxdur. Şagirdin ailə vəziyyətinin də bir təsiri yoxdur. 99% müəllim 3-4 götürərək səhv eləyir. B variantı seçir. Amma əslində 2 və 4 olmalıdır. Niyə? Çünki 3 yanlışdır. Birinci 2 ilə 4-ə baxaq. Deyək, şagirdlər arasında güc fərqinin. Bir şagirdin digərinə qarşıdırsa güc fərqi ola bilər ki, güclüdür deyə ona qarşı verbal bullying eləyə bilər də, sözü daha çox keçər. 2-ni götürürük. Və deyir, ilk növbədə müəllim nəyə baxmalıdır? Bir də davamlı təkrar olub olmamasına. Yəni, görək bu həqiqətənmi davamlı təkrar olunur? Əgər davamlıdırsa biz ona bullying deyə bilərik. Davamlı deyilsə, bu bullying deyil təbii ki. İndi niyə 3 olmayacaq? Deyir, şagirdlərin digər şagirdlərlə münasibətinə.
Axı burada birinin digərinə qarşı münasibətindən danışır və deyir ilk növbədə müəllimlik etməlidir. Birinci biz bu iki şagirdin arasındakı münasibətə baxacağıq. Sonra ilk növbədə dediyinə görə bunu götürmədik. Sonra digərlərlə münasibətinə baxa bilərik ki, görək digərlərinə qarşı da belə edirmi, yoxsa ancaq bununla da işi. Aydındır? Buna görə ən doğru cavab 2 və 4 olacaq Y bəndi. Ən çox səhv olunan sual tipidir burada bu. Arifin aydından xoşu gəlmədiyi üçün onun haqqında sinifdə şayələr yayır. Amma aydından uzaq gəzirsə, bu deməli sosial bullyingdir və məqsədlidir, xoşu gəlmədiyinə görə edir. Məqsədli bilərəkdən 3B, yəni C variantı. 6-cı sinif geri qayıtdı ki bu. 6-cı sinif şagirdi olan Səlim artıq çəkisinə görə digər yoldaşlarına fərqlənirdi. Sinifin bir qrup uşaqları fürsət tapan kimi Səlimin xaric görünüşünə lağ etmək məqsədilə onun hərəkətləri təqlid edirdilər. Əgər yoldaşların hərəkətini təqlid edirlərsə, deməli bu qeyri-verbal bullyingdir də, yamsılayırlar onu. Məqsədlidir, qeyri-verbal. Görürsünüz, məqsədli verməyiblər, məqsədsiz veriblər. Bunlar səhv damcı. Qeyri-verbal. Doğru fikri seçin. Bully'yə qarşı aqressiya göstərmək olarmı? Yox, yanlışdır. Şagirdlərə hər dərs bullyinglə bağlı videolar göstərsək, onlar da bully'yə çevrilərlər. Başlayarlar başqalarına qarşı aqressiya göstərməyə. Bullying baş verdiyi zaman ilk öncə sakitləşdirmək, bəli. Yəni, sakitləşdirməli ki, bir-birinə zərər verməsinlər. Ona görə C. Müzakirəyə başlayanda məktəbdə baş verən bullying hadisəsinin təsvirlə başlanılır. Bayaq 18-də dedim, bu fikir yanlışdır əslində. Yanlışdır, bəli. Burada görürsünüz, yanlış götürüblər. Orada səhv düşmüşdü. Təsviri ilə başlamayacaq. Şagirdləri bullying haqqında məlumatlandırarkən birinci negativ nəticələrdən danışmaq yox. Birinci müsbətlərdən başlayırıq həmişə. Müsbət, sonra keçəcək negativlərə. Ona görə birinci müsbətlər. Cavab C. Və sonuncu sualımız. Müəllim fiziki cəhətdən zəif uşağı yoldaşları qarşısında müxtəlif sözlərlə ələ salaraq. Burada da səhv eləyənlər gedib sosial bullying götürür. Amma sosial deyil, çünki sosial üzr istəyirəm. Bir nəfərin bir qrupun təkləməsidir. Burada bir qrup yoxdur ki, bir nəfər digərinə qarşıdır. Sosial deyil deməli, müəllim şagirdə qarşıdır. İndi müəllim şagirdə qarşı nə edir? Sözlərlə ələ salaraq onu komandaya daxil eləmirsə, deməli müəllim şagirdə qarşı verbal bullying edir. Desəydi ki, yoldaşları şagirdi təkləyir, onda olardı sosial. Cavab C bəndi. Belə dəyərli izləyicilər, hər birinizə uğurlar arzu edirəm. Bunlar mövzu suallarıdır. Situasiya sualları işləmək üçün bizim dərslərimizə qoşula bilərsiniz. Situasiya test bankımızdan minlərlə situasiyalar işləyə bilərsiniz. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.